Ne deyir ki bizə? Ümumiyyətlə insanda baş barmağın digər barmaqlarla qarşılaşması bizim quruluş uyğunlaşmamıza aiddir. Çünki heyvanlarda belə bir xüsusiyyət yoxdur, insanlarda var. Və o da əl əməyinin daha rahat olmasına kömək edir. İndi biz belə bir fəaliyyət icra edirik. Mədinə, mən vaxt qoyuram və bu vaxt ərzində sən ayaqqabılarının ipini açırsan, tez açırsan, ayaqqabını çıxardırsan, yenidən geyinirsən və onu təzədən bağlayırsan. İndi qulaq asaq indi.